Bunlar elə gələndə bilirlər ki, hardan gəlirlər. Sən nağıllardan gətirmişik. Leyləklər gətirib bazardan almışıq. Bağçada bir nəfər satırdı, mən sizi oradan almışam. Bir növ yalanlardan qaçmaq lazımdır, belə deyək. Bu gün bütün dünyada beynəlxalq ailə günü kimi qeyd olunur. Ailə uşaqların sevgi içərisində böyüdüyü, valideynlərin isə hər zaman imtahana çəkildiyi bir yerdir. İmtahan demişkən, bəzən uşaqların elə bir sualı olur ki, ən soyuqqanlı valideyni belə tərlədir. Mən dünyaya necə gəlmişəm? Bu sualın cavabını öyrənmək üçün şəhər sakinləri arasında sorğu keçirdik. Gəlin görək, şəhər sakinləri uşaqlarının bu sualını necə cavablandırıb? Uşağınızın mən dünyaya necə gəlmişəm sualını hansı formada cavablamısınız? Ya cavablandırmağı düşünürsünüz? Əslində bu bizdə, yəni Azərbaycanda mı deyim, yoxsa müsəlman ölkələrində mi deyim, bu milli dəyərlərə görə adətən belə yanaşma olur ki, hər şeyi açıb ağartmasınlar. Amma mən belə baxıram ki, digər ölkələrdə, həm Avropa ölkələrində, digər xarici ölkələrdə bunlar daha açıq şəkildə deyilir uşağa. Onsuz da bu yekunda bunu biləcəkdir. Yəni əvvəlcədən bizə daha məqsəd uyğundur ki, uşağın da beynində bir rahatlıq olsun. Mən deyərdim ki, sən nağıllardan gəlmisən. Nağıl dünyasından gəlmisən. Çünki o nağılları çox sevir. Mən elə bir belə deyim də fikir oyadardım ondakı. Yəni çünki zaten insan körpə olanda bəzi şeyləri dərk eləmirsən də. Həyatın müəyyən çətin üzləri də olur, xoş üzləri də olur. Amma dünyanın ən gözəl və ən məsum varlıqları uşaqlarımız hələ uşaq ikən bunları bilmirlər və sanki nağıllar dünyasında yaşayırlar ki, yəni atam mənim üçün hər şey edər, anam mənim üçün hər şey edər. Mən də deyərdim ki, səni nağıllardan gətirmişik. Biz həmişə elə danışmışıq ki, leyləklər gətirib bazardan almışıq. Belə, amma böyüyəndən sonra hər şey uşaq özü anladı, bildi ki, ana nəsə bir məcazi mənada deyilmiş bu sözləri. Amma indi zaten uşaqlar elə bir bizə göstəriş verirlər. Bilmirəm, zəmanənin qayda qanunudur, nədir. Uşaqlara indi heç vaxt aldatmaq olmaz. Mən deyirəm ki, mən sizi gözəl bir yerdən almışam. Bağçada oturmuşsunuz, bağçada bir nəfər satırdı, mən sizi oradan almışam. Sonra uşaqlar sorur ki, dədə, bağçada kim idi o bizi satan? Dedim ki, yaxşı bir insan idi, bir nurani bir baba idi. O verdi mənə ki, apar bunları saxla, verdim sənə. Uşaqları belə əyləndirmək olur. Yoxsa başqa cür uşaqlar nəzir demək olar ki, biz sizi dünyaya gətirmişik. Məncə uşağa bir növ reallığı öyrətmək lazımdır ki, gələcəyə daha sosial olsun, yəni hər şeyi anlasın, yəni başa düşsün. Məncə bir növ yalanlardan qaçmaq lazımdır, belə deyək. Reallıq daha yaxşıdır. Zamanla başqadır da, bizim vaxtımız başqa olub, indi başqadır. İndi təzə gələn, dünyaya gələn uşaqlara, bunlar da tamam ayrı zamanın övladlarıdır. Bunlar elə gələndə bilirlər ki, hardan gəlirlər. Valla mənə heç elə sual verməyiblər. Nə bilim, ki, leylək gətirib sualda cavab. Böyük oğlum balaca, böyük oğlum İslamdadır da, yəni həm də gözəl Quran oxuyur. Təbii halda o bilir ki, insanı Allah yaradıb. Və eyni zamanda insan, Allah Teala Quran-ı Kərimdə buyurur ki, məndən sonra valideynlərdir. Yəni mənə hörmət edən valideyninə hörmət edir. Valideyninə hörmət edən mənə hörmət edir. Təbii halda o bilir ki, dünyaya necə gəlib, nə tər gəlib. Mən heç elə bir sual verməmişəm, buna görə bilmirəm nə deyə bilərəm ki.